Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala şerefil enbiya vel mursalin. Ala nebiyyine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabına üzerine olsun. Uca Allah bizi, ailemizi korusun. Uca Allah bu güzel vətənimizi korusun. Əmin-amanlığımız, müstəqilimiz daimi olsun. Uca Allah ordumuzu korusun. Əskərlərimizi qorusun, vətənimizi müdafiə edərkən şəhid olanlar uca Allah şəhadətini qəbul eləsin, dərgahında ən uca məqama yetişdirsin, günahlarını bağışlasın. Gözəl bir fayda istədim bölüşüm dinləyicilərimizlə bərabər. Məl-hikmət fi təxir icabəti dua. Duanın qəbulunun gecikməsində hikmət nədir? Bəzən insan dua edir və duası gecikir. Bəzən insanlar buna görə məyus olurlar. Yəni bunun hikməti nədir? Bəzən insan deyir ki, uzun bir vaxtdır dua edirəm, وَلَمْ يُسْتَجَبْ دُعَائِ Duam qəbul olunmur. فَمَا هِيَ الْحِكْمَةِ مِنْ تَأَخُّرِ إِجَابَةِ dua. Duanın qəbulunun gecikməsində hikmət nədir? Bunu ən gözəl cavab verir alimlərdən birisi rahimehullah İbnül Cavzi. İbnül Cavzi özü başına gələn bir hadisəni qeyd edir. Mənim də bir başına bir hadisə gəlmişdi. Nə qədər dua edirdim, dualarım qəbul olmurdu. Yəni burada hikmət nədir? Və xüsusən bəzi insanlar duası gecikən kimi məyus olur və yaxud da duanı tərk edir. Deyir ki, İbnül Cavzi rahimehullah, Ra'aytu minəl bələ əl-ucab ennəl mu'minə yəd'u fələ yucab. Həqiqətən deyir, yəni bəzən bəla gəlir insana və mümin dua edir, fələ yücəb, duası qəbul olunmur. Feyükərru dua və tatulul müddə, duasını təkrar edir, müddət uzanır, və lə yara əthərən lil icəbə. Yenə də görür ki, duasına cavab gəlmir. Fəyənbəği ləh ən ya'ləm ənə hədə minəl bələ illəzi yəhtac ilə sabır. Baxın, deyək ki, İbn Cavzi, əgər sənin duana cavab gəlmirsə və müddət uzanırsa, bil ki, bu özü bir Allah Taala'dan bir imtihandır. Bunun özünə səbir gərəkir. Yəni dərhal məyus olub duanı tərk etməyəsən. Bunun özünə deyil səbir gərəkir. Nəyə görə? Və mə yu'radu lin-nəfsi min visvas. Əgər duanın cavabı gecikirsə, o zaman şeytan daha vəsvəsələr çoxalır. Nəyə görə? Allah sənin dualarını qəbul etmədi. Bu özü bir xəstəlikdir, vəsvəsə. Şeytan insanın qəlbini atır. Allah səni sevsəydi, sənin dualarını qəbul edərdi. Duaların qəbul olunmasa, deməli Allah səni sevmir və s. Maradun yəhtacu ilə tıbb. Bu özü bir xəstəlikdir ki, bunun müalicəyə ehtiyacı var. Və ləqad arada li min hədəl cins. Mənim də öz başıma bu hadisə gəlir. Fə innəhu bi nəzərət nəzilə. Mənə bir problem baş vermişdi. Fədəavtu və bələğtu fələm aral icabə. Dua elədim, duanı artırdım, dəfələrlə dua, daimi dua və dualarıma cavabı gəlmədi. Fəəxədə iblis yəcuru fi hələbəti keydi. Başladı neynəməyə? İblis öz hilələrini, vəsvəsələrini, şübhələrini atmağa. Subhanallah. Bunun özünə, əgər duana cavab gecikirsə, bunun özünə deyil, səbir lazımdır deyil. Fətarətən yoxur, bəzən iblis belə deyirdi. Yəni, özü başına gələn hadisəni bizlərə vəsf edir, alimlərdən birisi. Fətərə yəqul əl-kərəmu vasi vəl-buxlu ma'dum. Deyir ki, Allahın nemətləri çox. Yəni, Allahın nemətləri çox. Allah xəsis deyil. Fəmə fəidə. O zaman niyə sənin duana cavab verilmir? La ilahe illallah. Görün, insana nə şübhədə atır. Fəqud ləhu. Mən onu sizə belə cavab verdim. İxsə yə lə'in. Ey məl'un, sus. Fəmə əhtəc ilə təqadi. Mənim deyir, qaziyə ehtiyacım yoxdur. Mən kiməm ki Allah haqqında? Və lə ərdəkə vəkilən. Mən səni özümə vəkil də seçməmişəm. Thumma uddu ilə nəfsi. Sonra deyir, öz nəfsimə qayıtdım. Fəqultu. Dedim, ey nəfsim. İyyəkə və musəkənətə vəsvəsəsi. Şeytanın, iblisin vəsvəsələrinin qəlbinə hopmasından, qəlbinə yerləşməsindən çəkin, qorx.
فإنه لم يكن في تأخير إجابة إلا أن يبلغ المقدر. Çünkü duanın cevabı gecikirse bu uca Allah Teala seni düşmanla mübarize etmen için duaların cevabı gecikir. Bu özü kifayettir. Duamın cevabı gecikəndə şeytan məni vəsvəsə edir. Mən də onun vəsvəsəsinə qarşı mübarizə aparıram, düşmənə qarşı mübarizə aparıram. Bu özü belə deyil, hikmət olarak kifayət. Yəni qəlbinə qoymur. Niyə duan gecikdi? Axı sən ibadət əhlisən, axı sən dua əhlisən. Heç vaxt şeytanın vəsvəsələrini qəlbinə qoyma. Deyir ki, qalət fədulluni ən təxir icabə fi mitli hədihi nəzilə. Yəni burada deyir ki, nəfsim mənə belə dedi. Belə bir halda duaların gecikibsə, mənə doğru yolu göstər o zaman. Mən neyiniyim? Fəqultu, belə dedim öz nəfsimə. Qad səbətə bil burhan. Həqiqətən dəlillərlə sabitdir ki, Ennallah məlik, hər şeyin sahibi uca Allah'tır. Və lil məliki tasarruf bil məni və l'ata. Hər şeyin sahibi uca Allah Teala istədiyinə verər, istədiyini verməz. Heç zaman ona etiraz etmə. Yəni biz Allah'ın mülkündəyik. Allah Teala mülkündən istədiyini verər, istədiyini verməz. Yenə hikmət sahibi odur. Bəlkə orada faydalar var, sən bilmirsən. Baxın necə nəfsi ilə mübarizə aparır. Çünki insanın duaları geçəndə şeytan hər zaman zəhərini atır insanın qəlbinə, vəsvəsəsini. İkinci, وَقَدْ ثَبَتَتْ بِالْحِكْمَتُهُ. Həqiqətən Allah'ın hikməti dəlillərlə sabitdir ki, فَرُبَّمَا رَأَيْتَ الشَّيْءَ مَصْلَحَ. Bəzi şeyi sən özün üçün faydalı olduğunu görürsən, amma Allah'ın hikmətindəndir ki, onu sənə vermir. Çünki orada nədir? Fayda yoxdur. La ilahe illallah. Yəni, biz bilmirik. Bəzən də olur ki, deyir, misal üçün həkim xəstəyə dərman verəndə bir şeyi verir, ona əziyyətdir. O dərmanı içir, onun bədəni ağrıyır, amma xəstəyə başqa bir xəstəlik üçün verib bunu. Orada maraq güdür. Yəni, insan üçün nə var? Maraq var. Bəlkə bu da qəbildəndir. Allah Teala mənə vermir ki, mən səbirli olum. Qəlbimə gələn acılara qarşı mübarizə aparır. Və sonra deyir, əgər dua gecikibsə orada bir sənin üçün fayda var. وَالْاِسْتِعْجَلْ مُضِرَّ. Tələsmək zərərlidir. Çünki Peyğəmbərimiz sallallahu buyurur ki, وَلَا يَزَالُ الْعَبْدُ فِي خَيْرٍ مَا لَمْ يَسْتَعْجِلْ. Bir insan tələsmədikcə xeyir içərisindədir. Dedilər, ya Rasulullah, tələsmək nədir? يَقُولُ دَعَوْتُ فَلَمْ يُسْتَجَبْ لِ. Deyir ki, dua etdim, duam qəbul olunmadı deyər və duanı eyniyər, tərk edər. Bu tələsməkdir. Allah Teala sənə istəyini verənə qədər səbirli olacaqsan. Və yaxud da ki, ənnəv qad yakun imtina' el-icabə. Bəzən də olur ki, dua niyə görə gecikir? Əl-əfətə fik. Səndə onun problemə görə. Bəlkə haram yemisən, bəlkə yeməyində şübhə var, və yaxud da duadan qəflət içərisindəsən, və yaxud da günahların var, o günahlarına görə duanın qəbulu neynir? Gecikir və ya tövbən sadiq olmuyor. Subhanallah. Həmçinin 5. İstədiyin bir şey üçün deyir, düşün. Bəlkə o sənə verilsəydi, sənin günahların artacaqıydı. Ona görə Allah sənə istədiyi verməyib ki, günahların artmasın. Bəzi insan mal mülk çox istəyir, mal mülk çox istəyir, mal mülk çox istəyir. Allah da mal mülkü verəndən sonra xeyirli istəmir, həmən mal mülkünü gedib günahlarda sərf edir. Subhanallah. Ona görə də hər bir şeydə hikmət var. Həmçinin deyir ki, bəzən də Allah Teala ona görə deyir, duaların cavabını gecikdirir ki, sən onun qapısında uzun bir müddət dayanasan, duandan ləzzət alasan. Qəlbini başqa şeylə məşğul etməyəsən. Yəni ona görə də hər bir şeydə fayda var. Allah Teala insanları yaradıb və istəyir ki, sən xeyir bir işdə qəlbini məşğul edəsən. Nədir o? Dua, ona yönəlmək, ona yalvarmaq, ondan istəmək. Ona görə deyir ki, düşündüm bunların hamısını, gördüm ki, həqiqətən də
duanın gecikməsində belə hikmətlər var. Mömin buna görə nə edir? Deyir, üzülməz. Və sonra deyir ki, həqiqətən də insan bilmir, deyir. O duası tez gəlsəydi, bəlkə onun üçün zərərli olacaq idi. Hansı ki, Allah Teala kuluna çoxlu nemətlər verir. Amma bu kul bilmir. Sənin duanla Allah səndən nə qədər bəlaları uzaqlaşdırıb. Bəzən insan dua edir, deyir duam qəbul olmadı və məyus olur. Baxın, deyir ki, İbn-i Cavzi, deyir ki, bəzən Allah Teala duasının cavabını tez verir və ya bəzən onu gecikdirir və ya nəyə görə gecikdirir? Çünki bəla enəcəkdi günahlarına görə, o duasına görə Allah ondan bəlaları uzaqlaşdırır. Subhanallah. Və insan deyir ki, duam qəbul olunmaz. Əslən duası qəbul olunur. Və yaxud da Allah Teala bir kulunu sevdiyindən ahirətinə saxlayır ki, onun savabını ona ahirətdə versin. Ona görə hər halükarda nədir? Dua xeyirlidir. وَلَا يَرُدُ الْقَدَرَ إِلَّا dua. Qədəri ancaq nə dəyişər? Dua dəyişər. Dua yənfə mimmə nəzə və mimmə ləm yənzil. İnsana enmiş bəlanı aradan qaldırmağa, enəcəyin qarşısını almağa ən faydalı nədir? Dua. فَعَلَيْكُمْ بِعِبَادَ اللّٰهِ بِدُعَى. Ey Allahın qulları, Allah çoxlu deyir, dua edin deyir. Ona görə də immən yu'tiyə bihədə dua ni'mətun uxra. Bəlkə sənin duana görə Allah sənə daha gözəl nemət verib və verəcək. İstədiyindən daha xeyirlidir. Və yaxud da bəlaları uzaqlaşdırıb və yaxud da ahirətdə ən böyük mükafat verəcək. O zaman deyəcəksən ki, nə yaxşı ki Allah Teala etdiyim duanın qarşılığını mənə ahirətdə verdi. Yəni ona görə insan heç zaman nədir? Məyus olmaz. Dua onsuz da nədir? Xeyirlidir. Hər halında dua xeyirlidir. Sən yetər ki, dua etməkdə davamlı ol. Bəlkə də bəlalar gələcəkdi, Allah qorusun. Pis xəstəliklər gələcəkdi. Sən dua etdin, bir şey istədin, Allah istədiyini vermədi. Amma duanın müqabilində səndən nə qədər bəlaları, xəstəliklər uzaqlaşdırdı, bəlkə ailəndən uzaqlaşdırdı, evladlarından uzaqlaşdı. İnsan sənə deyir, dua etdim, duam qəbul olunmadı, məyus olur və ya inciyir və ya Allahın qəza və qədərinə etiraz edir. Ona görə insan nədir? Zəifdir. Əksinə, dua hər zaman faydalıdır. Yetər ki, sən çoxlu dua edəsən, Allaha sığınasan, ondan istəyəsən, onsuz da dua həmişə faydalıdır. Sən duaları dilindən düşürmə. Ya da Allah Teala insana o istədiyini yox, ona daha xeyirli olanı və ya ona münasib olanı verir. Və sonra deyir ki, axı mən dua etmişdim. Elə düşünür ki, dua etdiyi mütləq o olmalıdır. Bəlkə də o sənin üçün xeyirli deyil. Və ya Allah Teala daha münasib olanı, sənə layiq olanı, sənə uyğun olanı verir. Niyə deyirsən ki, duam qəbul olmadı? Və yaxud da ki, Allah Teala səndən bəlaları uzaqlaşdırıb, müsibətləri uzaqlaşdırıb. Niyə deyirsən ki, duam qəbul olunmadı? Ondan sonra da nədir? Ahirətdə isə əlbəttə ki, bir kulunun bu dünyada qəbul etməyibsə, onun bol-bol savabını verəcək. O zaman bəzi insana deyəcək ki, savabı görəndən sonra hikməti o zaman bəlkə də anlayacaq ki, yaxşı ki, elə dualarım qəbul olmadı. Allah Teala onun əvəzində mənə cənnəti verdi. Yəni cənnətdə məqamı yüksəltdi. Çünki nədir? Orada insanın bir savabı verənədir, ehtiyacı olacaq. Ona görə mömin eləyər, heç zaman üzülməz. Deməz ki, qəbul olmadı, niyə olmadı, niyə gecikdi. Sən yetər ki, Rəbbinə çoxlu dualar elə, ondan istə, ona yalvar. Və əsasən dua edərkən, Ya Həy, Ya Qayyum, Ya Həy, ey daimi, Həy, həyat, yəni həyatı kamil olan insanlar naqisdir. Əl-Həy sifəti, Əl-Qayyum, bütün kainatı idarə edən, bir rəhmətik əstəğif, rəhmətinlə sənə yalvarıram. Dua edərkən belə gözəl dua elə, Allahın adlarını çək, çoxlu Peyğəmbərimizə salavat denə və yaxud da Ya Zəlcələli və İkram, Ya Zəlcələl, ey əzəmət sahibi, ey səxavət sahibi və yaxud da Yunus Peyğəmbərin duasını çox-çox denə, arada dua elə, çünki orada acizliyi var. La ilahə illə əntə subhanək, inni kuntu minəl zalimin. Ey Rəbbim, səndən başqa ibadə haqq məbud yoxdur, mən öz nəfsimə zülm etmişəm. Ona görə də dua hər halda xeyirlidir. Yetər ki, sən çoxlu dua elə.
duadan məyus olma. Ona görə kim çoxlu dua edə bilirsə, artıq ona qapı açılıb və buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, kimə dua qapısı açılıbsa, ona bütün xeyir qapılar açılır. Yetər ki, çox-çox nədir? Dua etməyi bil. İstədim bu qısa faydanı sizlərlə bölüşüm. Uca Allah təala bizləri eşitib faydalanlardan eləsin. Uca Allah təala dualarımızı qəbul eləsin. Sıxıntılarımızı aradan qaldırsın. Kimin nə istəyi arzusu varsa Allah təala istəyini arzusuna çatdırsın. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyləsin. Uca Allah təala bizi, ailəmizi qorusun. Uca Allah təala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqilliyimiz daimi olsun. Uca Allah əsgərlərimizi qorusun. Uca Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Dərgahında ən uca məqama yetişdirsin. İnşallah Məğrib namazından sonra da yenə söhbətlərimiz olacaq. İstəyənlər qatıla bilər. Canlı yayın açacağım inşallah. Allah hamımızdan razı olsun. Sağ olun.